Salam dostlar. Deməli, mən xəbər verdiyim kimi 2027-ci ilə qədər 24 paragraflarımız artdı. Yəni bu tam ofitsialnidir. Bunu sənəti də paylaşacağım. Kim istəsə buradan skrin eləyib götürə bilər. Yəni bu o demək deyil ki, 2027-yə qədər artdısa, artıq sizləri evdə oturmalısınız, işləməməlisiniz, dövlətdən elə pul alıb oturum evdə, oturumu hər il artıracaqlar deyə bir şey yoxdur. Ancaq məcburiyyətdən, yəni evdə oturanları demirəm, kimisi xəstədir, Allah şəfa versin, kimisinin uşaqları balacadır, 3 yaşına qədərdir. Yəni bu insanlara aid deyil. Maksimum dərəcədə çalışmalısınız, dövlətdən asılı olmayasınız, işləməlisiniz, özünüzü saxlamalısınız, bütün təmin eləməlisiniz ki, gələcəkdə sizin də dövlətə göstərəcək bir nədəniniz olsun ki, dövlət də sizin oturumlarınızı artırsın. Çünki demək olar ki, bu axırıncı şansımızdır bizim 2027-ci ilə qədər, yəni artırılma. İşləməyənlərə deyirəm, kim ki deyir, yəni otururam, mən nə vecmədir, pulumu alıram da otururam. Yox, elə bir şey yoxdur. Əgər həqiqətən də Almaniyada yaşamaq istəyirsinizsə, dəlneyşə burada qalmaq istəyirsinizsə, hər biriniz bacardığınız qədər işə girməlisiniz, işləməlisiniz, özünüzü saxlamalısınız ki, sabah dövlət sizdən soruşanda nəyə əsasən mən sənə oturum verim burada qalmağın üçün, sən təqdim eləyə biləsən ki, mən dövlətə vergi verirəm, işləyirəm, yəni özümü saxlayıram, dövlətdən asılı deyiləm və s. Yəni sənəti də paylaşıram. 2027-ci ilə qədər artırıldığı aid sənəti kim istəsə skrin eləyib götürə bilərsiniz, kim istəsə sılqasını da ata bilərəm. Sağ olun, təşəkkürlər.